Bir neçə gün bundan öncə bir xəbər medianın efirində yayımlanan və ölkə gündəminə səs salan Daşkəsəndəki utanc verici hadisə ilə bağlı nəhayət ki, rəsmi açıqlama verildi. Qeyd edək ki, Daşkəsən rayon Qabaqtepe kənd sakini 65 yaşlı Əliyeva Firəngiz bir xəbər mediaya müraciət edərək həmkəndlisi 24 yaşlı Allayev Elgün tərəfindən təcavüzə məruz qaldığını, işin isə ört basdır edildiyini iddia edirdi. Məlumat yayımlandıqdan sonra təbii ki, ölkənin sütunu olan hüquq mühafizə orqanları dərhal məsələni araşdırdı. Hər zaman obyektiv və düzgün iş prinsipi ilə vətəndaşın hüququnu müdafiə edən Dövlət Qurumu, Baş Prokurorluq 2 il bundan öncə törədilən və insanlığa yaraşmayan hadisənin günahkarının qanun qarşısında cavabsız qalmayacağını açıqladı. Baş Prokurorluğun mətbuat xidmətindən bir xəbər mediaya verilən açıqlamada bildirilir ki, artıq faktla bağlı cinayət işi açılıb. Daşkəsən rayonunun Qabaqtepe kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Qeyd olunan müraciət üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatlara alınıb. Habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci zorlama maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün hallar hər tərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək deyə Baş Prokurorluğun açıqlamasında qeyd olunur. Xatırladaq ki, Baş Prokuror Kəmran Əliyevin ictimai həssaslıq daşıyan mövzuya dərhal reaksiya verməsi cəmiyyətlə yanaşı zərər çəkmiş ailə tərəfindən də minnətdarlıqla qarşılanıb. Belə ki, Firəngiz Əliyevanın anası 84 yaşlı Rəfiqə Əliyeva Kəmran Əliyeva hadisə ilə bağlı cinayət işinin açılmasına göstəriş verdiyinə görə öz təşəkkürünü bildirib. Bəli, Azərbaycan hüquqi dövlətdir. Qanun hamı üçün eynidir. Baş Prokurorluq bunu bir daha öz əməli ilə sübut etdi. Məsələ diqqətimizdədir. İşin gedişatı ilə bağlı yeni xəbərləri Bir Xəbər medianın efirində izləyə bilərsiniz.